Xanım Zeynəb selamullah aleyha ve İmam-ı Səccad aleyhisselam birbiriyle danışırlar. İmam-ı Səccad bebisi Zeynəbə dedi, görürsən deyinirlər. Elə rəftar eləyiblər bizim şəhidlərindən. Bir dənəsi dəfn olmayıb. Hamısı topraqlar üstündə. Elə bilin ki, nəuzu billah, mən eyni rivayəti deyirəm. Kəənnəhum əhl-i beytin minəd-deyləm. Deyir, elə bil, nəuzu billah, bunlar müsəlman deyirlər. Xanım Zeynəb bir peyğəmbərdən hədis eşidib. O hədis ki, peyğəmbərdən eşidib, onu İmam Səccadan buyurdu. Burada peyğəmbər buyurubdu, gələr o zamanı ki, sənin atan İmam Hüseynin qəbrinin üstündə bir hərəm tikərlər. Tarix boyu insanlar çalışarlar ki, nəuzu billah, onu məhv etsinlər. Nəticəsi nə olar? Həqiqətən maraqlı bir rivayətdir. Diqqət eləməli rivayətdir. Burada vəllə yectəhidənnə əimmətul kufr və əşya'əz-zəlalə. Burada bir, küfrün liderləri, küfrün rəhbərləri. Özü də lə yectəhidənnə ərəb dilində ən azı 3 təkidi var. Və cəhənnəm yolunun davamçıları. Lə yectəhidənnə, əllərindən gələn işi görərlər, neynəsinlər? Fi məhvihi, İmam Hüseynin adını nəuzubillah məhv etsinlər. Özü də lə yectəhidənnə. Bu işi görənlər kimdilər? Rivayətdən buyurdu. Əimmətul kufr və əşya'uz-zəlalə. Bunlar bu hədəfdədirlər, məqsədləri budur. İndi bunlar bu işi görərlər, nəticəsi nə olar? Məncə 2 variant var. 2 dənədən o rivayətdə ki, xanım Zeynəb buyurur, birini peyğəmbər buyurur. Bir variant budur, diqqət eləyək. Biri budur ki, o cəhd elər, amma heç bir nəticə əldə etməz. Bunun çalıştığı cəhdi heç olar. Bu bir variantdır. Amma rivayətdə bunu buyurmadı. Burada nə qədər, diqqət eləyək, burası ən önəmlisi budur. Burada nə qədər olar cəhd elərlə bu ad olmasın. Əksinə nəticə verər. Fəla yezdadu əsəruhu illa zuhura. Nə qədər tarix boyu çalışdılar, cəhd elədilər, İmam Hüseyndən ad olmasın. Mütəvəkkil ən azı 3 dəfə hücum edib Kərbəlaya. İstədi İmam Hüseyin hərəmin şumblasın. Mütəvəkkili harda bastırıbla torbağa? İmam Hüseynin adını dünya deyir. Bu bir mesajdır. O insanlara ki, istəyirlər nəuzubillah İmam Hüseyndən ad olmasın. Peyğəmbər buyurdu, nə qədər çalışırız çalışın. Nə qədər cəhd eliriz el. Bunu bilin ki, nə iş görsəz, istədiyizə ki, çatmarız. Əksinə nəticə verər. İmam Hüseyni dünya səviyyəsində tanıyarlar. Bizlər bu məclisdə iştirak etməklərindən gəlmişik deyək, ilahi. Sən söz veribsən İmam Hüseyni dünyaya tanıtdıran. Biz gəlmişik. Bizlər vasitə olaq dünya İmam Hüseyni tanısın. Onunla xutbə edər. Orada bir söz deyir. Bir zaman eləyə bilər deyə Ya əhləl aləm İnnə cəddiyəl Hüseyin qətəluhu
Mənası bilirsiniz nədir? Mənası budur. İmam-ı zaman zuhur eləyəndə bütün aləm İmam Hüseyni tanıyır. Odur İmam-ı zaman. Elə deyil ki, yalnız müsəlmanlarla danışsın. Bütün aləmdə yaşayan insanlarla danışır. Tanımadıkları insanla danışır, yox, tanıdıklarından danışır. Bu məclislərdə iştirak edirik ki, Allah bizləri vasitə etsin. Bizim nə bir rolumuz olsun da ilahi. Sən istəyirsən İmam Hüseyni aləm tanısın, mən də gəlmişəm. İmkanı varsa mən də adı yazdırım. Mən vasitə olum Allahın iradəsinə. Bundan yaxşı iş tapılar. Yox vallahi. Düzdür, düşmən işini görür, düşmən çalışır. Və bu gün mən ziyarət-i Aşuraya əsasən Kərbəla məktəbindən dərs alma haqqında danışacağam. Və çün vaxtım azdır, biraz müqəddəməsiz daxil oluram mövzuya, bağışlarsınız, vaxt olsaydı müqəddəmələr gərək quruleydi. İnşallah vaxtımız qədər. Kərbəlanı bir zaman insan belə baxır görür. Deyir, bəlkə bir hadisəydi, bir 5 gün, 10 günün içində baş verdi, qutandı. Ziyad Aşura belə demir. Deyir, Aşuranı düşmən. Bilirsiniz, nə qədər çalışdı Aşuradakı məqsədinə çatsın. Harda deyir ziyarət Aşurada? Ziyarət Aşurada buyurur bir prosesidir. Bunun sonuncu nəticəsi Kərbəla və Aşura idi. Sonuncu mərhələ o idi. Ondan qabaq proseslər gedibdi. Nə deyir? Belə buyurur ziyarət Aşurada. Lə'anallahu ümmətən əssəsət əsas zulmü vəl cəvr. Deyir, olan ki, bu işin kökünə, bünövrəsində rol oldu. Mən bir misal vurum, sonra bunları məna edin. Biri bir meyvə istəyirsə, ilk öncə onun toxumunu əkir. O əssəsət olur o. Sonra, lə'anallahul müməhhidin, zəmin yaradanlar. İllər boyu insanlar onu suarırlar, ağaç yavaş, neçə ildən sonra lə'anallah, o Şimrdi, Yeziddi, Ömər Səd, onlar sonuncu mərhələdir. Buyurur, onlar ki, əssəsət əsasət zulmü vəl cəvr. Bunlar neynədilər? Ziyarət Aşura özü bizə deyir neynədilər. Bu işin kökünü qoydular. Kökündə bunların taktiki nə oldu? Qoyun ziyarət Aşuradan deyim, sonra gələk görək Qur'an bizə nə deyir. Buyurur, Lə'anallahu ümmətən dəfəətkum əm məqamikum və əzalətkum əm məratibikum ulləti rəttəbəkumullahu fiyha. Baxın, düşmən bir zaman istəyir düşmənlik eləsin, gəlir deyir, ey insanlar, mən zaliməm. Ey insanlar, istəyirəm Peyğəmbərin nəvəsini öldürüm. Ey insanlar, istəyirəm Peyğəmbər bizə vəsiyyət etdiyi insanı öldürüm. Kim belə adama dəstək verər? Heç zaman bu işi görmürdülər. Ziyarət Aşurada buyurur ki, bilirsiniz neynədilər? İlk öncə. Bu deyə bilməz ki, mən istəyirəm Peyğəmbərin nəvəsini öldürüm. Deyə bilməz, istəyirəm zülm eləyim. İlk öncə dəfəətkum əm məqamikum. Gərək əhl-i beyti nəuzbilə alçatsın. Adi bir insandır. O bir insan, mən də bir insan. Birinci mərhələ bu işi gördülər. Dəfəətkum ən məqamikum. Deyə bilməz ki, mən istəyirəm Peyğəmbər nəvəsini öldürəm. Birinci onu alçadacaq. Dəfəətkum ən məqamikum. Getdi aşağıya.
Gətirir, o olur mənə tay, mən ona tay. İndi deyək, biri var, elə bizə taydı, biraz zülm edir, günah edin, gəlin gedirək ondan savaşmağa, hamı gəlir. Bir 2-3 nümunə Qur'andan deyim. Fəqaləl mələ. Qur'anda istəyir bir qrup haqqında danışsın, neçə term işləndir. Bir yerdə deyir taifə. Bir yerdə qovm təkcə işlənir. Bir də mələ deyir. Mələ bilirsiniz harada işlənər? Mələ doldurmadandır. Ərəb sözüdür, mənası doldurma. Yəni siz baxırız rayonu, şəhəri bunlar doldurub. Gördüğünüz adamlar bunlardır. Qaləl mələ. Hansı mələ? Həzrəti Nuhun qovmunda olanlar. İndi istəyirlər Həzrəti Nuhundan mübarizə aparsınlar. Demir ki, mən istəyirəm Allahın göndərdiyi peyğəmbərindən müharibə başlayayım. Demir ki, istəyirəm Allahın seçilmiş bəndəsi ilə mən savaşım. Bunu demir ki, savaşmadan əvvəl nədir? Qur'anla belə buyurdu. Ma haza illa bəşərun mislukum. O da eyni biz bir insandır. Yuridu en yetefezzele aleykum. Neuzubillah, biraz mütəkəbbirdir. İstəyir deyə ki, mən sizdən üstünəm. Yuridu, belə iradə edir, istəyir özünü elə təqdim eləsin ki, mən sizdən üstünəm. Və halbuki sizə tay insandır. Fərqi harda oldu? Fərqi burada oldu. Bir zaman deyirəm, ey insanlar, gəlin peyğəmbərindən savaşaq. Bir zaman deyirəm ki, ma haza illa bəşərun mislukum. O da eyni bizə tay bir insandır. İlk öncə ziyarət Aşura bizə belə buyurur. İlk öncə gəldilər, əhl-i beyti alçatdılar. Bir adi bir insan. İndi qoyun tarixidən sizə deyim neynədilər. Bir rivayətdir, məncə 3 sətrin ancaq sizə deyəm. 10 səhifədir rivayət. Hər sətrindən insan dərs alır. Mən 3-4 sətrin ancaq deyə biləm. Muaviyə neynədir? Gəldi, nə qədər insanlara pul verdi. Qoyun nümunə bir tarixdən, Həbbab adında bir insandır. Gəldi Muaviyə etiraz eləndi. Muaviyə, filan kəsə 50.000 dirhəm veribsən. Mənə 30.000 dirhəm. Muaviyə dedi, iştərəytü bəha dinəhu. Mən 50.000 dirhəmlə onun dinini aldım. Dedi, neyniyəcək? Mənə 30.000 vermişən, 20.000 əlavə elə. Vəştərə minni dinim, mənimlə dinim al cinə. Baxın, dini belə alsat elirlər. Bu pulları niyə verirdi? Tarixdə var, mən gətirmişəm, vaxt yox, bir oxuyam. Bunları verirdi, o alim insanlar ki bilirdilər, deyirdi bu pulu gəl, heç bir iş görmə, fəqət sakit dayan, danışma. Sən açıqlıq versən, izah etsən cəmaata, onlar bilərlə mən neynirəm. Ancaq sakit dur ilə. Ayrı bir iş səndən istəmirəm. İndi neynir? Pul verib. Əmirul Mümininin bir rivayətində yetişəcəm. Amma onu yetişəndən əvvəl Muaviyənin bu işinə bir diqqət eləyək. Görək Muaviyə neyniyib? Ki, Əmirul Mümininin sözünü yaxşı başa düşək. Muaviyə pul verdi insanlara. Hər insana verdi, deyir, yox. Onlar ki, alimidirlər, əlindən gəlirdi hədis uydursun. Dedi, ancaq sizin vəzifəz budur. Ev istəyirən verirəm. Bağ istəyirən verirəm. Nə istəyirən verirəm. Bir dənə iş gör. Muaviyənin haqqında, Əhl-i Beytin düşmənlərinin haqqında, onların fəzilətində hədis uydur günə. Nə qədər dünya mal istəyirən sənə verirəm. İnsandır da, dünya əhli. İnsan, bəlkə deyəmən özümdən arxayınam, güvənirəm dünyaya allanmam. Quran deyir, belə deyil.
İnnel insane leyetgâ erra'âhu istəğnâ. Kimsə çox imkanlı oldu, özündən müqayid olmasa Allah qarşısında durar. Quran ayəsidir. İnnel insane leyetgâ erra'âhu istəğnâ. Pulu gördülər, alimdi. Alimdi, pulu allandı. Bir dənə burada sual verirəm, bir nüştə deyirəm. Xahişim budur. Mənim bugünkü xütbəmdə bu bir dənəyə qulaq assaz asın, qalanına qulaq asmasaz. Ha, bunlar Peyğəmbəri görüb eşidiblər də. Niyə bunu deyirdi? Qoyun Muaviyə görə özü bunu necə təqdim edir. Dedi, hədisləri uydurum, mənim bir məqsədim var. Hətta kəsurə və zəhərə əhadisihumul kazibə. Dedi, bu yalan hədisləri cəmaat hamı desin. Alimlər çıxır mənbər üstünə, Qur'andan, Əhl-i Beytdən danışma yerinə Muaviyyədən danışsın. Niyə? Dedi, mənim bir məqsədim var. Nəşəə əleyhissibyan. Dedi, istəyirəm uşaqlar bu hədislərlə böyüsünlər. Dedi, mənim məqsədim uşaqlardır. İstəyirəm uşaqlar bu yalan hədislərlə böyüsünlər. Muaviyyəni ən fəzilətli insan tanısınlar. Uşaqdan sonra 1 ildən, 2 ildən, 5 ildən sonra soruşsam Muaviyyə kimdir deyər. O Allahın ən yaxın bəndəsidir. Uşaq niyə bunu deyər? O qədər uydurma hədislər deyiblər. Dedi, bilirsiniz niyə bu işi istəyirəm görə? Dedi, mən nə əlimlə gəlir etmişəm və davam edirəm ki, məndən sonra Yezid otursun hökumətin başında. Büyünün uşaqları Sabanın gənci cavanlarıdır. İstəyirəm uşaqlar bu hədis, yalan uydurma hədislərlə böyüsünlər. Saban növbə yetişdi Yezidə. Bunlar hamısı Yezidi bir yaxşı adam tanısınlar. Baxın, uzaq görəntiliğə baxın, haranı görür. Biz uşaqları unutmuşuq. Məclisə edən nə deyirik? Uşaq gələr, oynar, səs elər. Düzdür, uşağı başardığımız qədər çalışaq səs eləməsin, amma onun yeri buradır. Uşağın yeri bu məclisdir. Muaviyə pul verir, biləz nə qədər pullar xərcləyib. Nəşəə əleyhissibyan. Dedi, istəyirəm uşaqlar bu hədislərlə böyüsünlər. Sabah bu uşaqlar böyüdü, mənim və Yezidin bunlara ehtiyacı var. Görürsünüz neyinir? Bu ki ziyarət Aşurada deyir, əssəsət əsasə zulmü vəl-cəvr. Dəfəətkum əmməqamikum. Əssəsə əl-müməhhidin. Bunlar hamısı prasizləri görsənir. Nə işlər gördülər? İnsanları belə yetişdirir. Birinci deməlidir ki, Əhl-i Beyt mən və sizə tay bir insandılar. Belə bilməyin, onlar elə bir məqamı var. İnsanları özünə müti etməyə görə neynədir? Baxın, bu Quran ayəsi nə gözəl ayədir bu. Birinci belə sual edeyim. Adam inanmır, Firon kimin adam gələ deyə nəuzubillah, mən Allaham, Quran ayəsidir, indən yəni Allah. İnsanlar inana. Quranda deyib, bilirsiniz niyə inandılar Fironun bu sözünə? Onun səbəbi bu idi. İnsanları o qədər alçatdı. Fəstəxəffə qəvməh. Dedi, sən kimsən ki, özün başa düşəsən, yaxşı nədir, pis nədir? Sən hansı analizin sahibisən ki, biləsən Firon haqdır yoxsa Musa? Sən o səviyyədə deyəsən, fikr edəsən. Mən sənə deməliyəm, haq nədir, batil nədir? Fəstəxəffə qəvməh. Firon o qədər alçatdı bunları. Dedi, sən fikr sahibi deyilsən. Bunları inanıtdırdı ki, baba, mən bir cahil bir insanam, mən hara?
Haqqından batılı biri-birindən seçmə hara, mən hara, ictimai baxım hara. Bunlara inanıttırdı. Qur'an'da deyir fə'ətau. Ərəb dilində bu fə, yəni o qabaqki işin nəticəsidir. Əgər Firon insanları alçatdı, dedi sən o səviyyədə deyilsən ki, biləsən haq nədir, nə batil nədir, fə'ətaular da buna müti oldular. İlk öncə düşmən istəyir məqsədinə çata neynir? Düz, mən sənə deyərəm. Muaviyə neynədi? Ayələrə qulaq asın. Qur'an haqqından batilin savaşından, mən bunu bir dəfə siz hörmətli möminlərə demişəm, bəzilər yoxudur, çox qıssa olaraq təkrarlayıram, yetişin Muaviyəyə. Bir zaman haqqından batil savaşır, biri deyir, ey insanlar, mən istəyirəm zülm eləyəm, gəlin dəstək verin. Amma bu belə demirdi. 3 dənə nüqtədir Qur'andan, 3'ü də Qur'an ayəsidir oxuram. Haqqından batil üzbəüz durub istəyirlər savaşı, müharibəni başlasınlar. Bilirsiniz niyə ondan savaşıram? 1. Əxafu ən yubəddilə dinəkum. Mən bu insanla savaşmasam dininizi əlinizdən alar. 2. Mən bu insanla savaşmasam əv ən yuzhirə fil ərzil fəsad. Yer üzündə fəsad törədər. 3-cüsü və ma əhdikum illa səbilə rəşad. Sizi hidayət eləyən insan mənəm, bax. Sözlər yaxşı sözlər deyil. Sözlər yaxşı sözlərdir. Bunu deyəni bilirsiniz kimdir? Firondur. Firon deyir, bilirsiniz niyə Musa ilə savaşıram? Əgər Musa ilə savaşmasam, Musa sizin dininizi əlinizdən alar. Musa yer üzündə fəsad törədər. Bunun mənası budur. Fironla keçir, özünə kömək yıxsın, dəstək versinlər. Pis sözlər danışmır. O da dindən danışır. Fəsadın qarşılığını almadan danışır. Hidayətdən danışır. Qur'an deyir ha. Qur'an deyir Firon bu yaxşı sözlərdən danışır. Bu sözlərindən insanları yolundan azdırır. İndi gələk yetişək Muaviyəyə. Həqiqətən önəmli bir hadisədir tarixidə. Deyir ki, Siffin müharibəsindən sonra Əmirul Mümininin səhabələrinin biri getdi Şamə, Şam şəhərinə. Necə Şam şəhərinə daxil oldu, Muaviyənin adamlarının biri bunu gördü. Dedi, bu dəvə kimin ibsən mənimkidir. Siffeyni də gücündən məndən alıbsan. Dedi, öz dəvəmdir. İş çəkdi Muaviyənin məclisinə, Muaviyə hakim kimin qəzavət edəcəkdir ki, bu kiminkidir. Xahiş edirəm, diqqət edək. Düşmən eyni düşmənli, taktik eyni taktikdir. Biraz yenilənir. 50 nəfər şahid gəldilər, şəhadət verdilər. Ki dedilər, hazihin naqəti. Bu dişi dəvədir. Bu dişi dəvə də bu Şam əhlininkidir. Kufədən gələn dedi, kimə deyil, siz anlayacağım. And olsun Allaha, dəvə bir məninkidir, ikinci dişi deyil, erkəkdir. 50 nəfər şahid şəhadət verdi ki, bu erkək dəvə bu Şam əhlininkidir. Dəvəni verdilər, götdü etdi. Bu Əmirul Müminin sahabəsi gedəndə Muaviyə dedi, dayan, səndən işim var. Dedi, əbliğ əliyən. Dedi, mən tərəfdən ged Əliyə bir mesaj yetir. Əbliğ əliyən. Mən sənə deyirəm. Əliyə deyinən ki, inni uqabiluhu bi mi'ati əlfin ma fihim mən yufarriqu beynən naqəti vəl cəməl. Dedi, get Əliyə deyinən, 100.000 nəfər mən Muaviyənin əskərində iştirak ediblər. 100.000 nəfər ki, erkək dəvə ilə dişi dəvənin fərqini bilmirlər. Sən istəyirəm bunları hidayət edesən. Fəstəxəffə qavmə.
Niye Muaviye'ye tabi oldular? Kur'an ayəsidir. Həqiqətən gözəl deyib. Muaviye bunları alçatdı. Sen kimsen sen diyesen mən bilirəm haq nədir, batil nədir. Mən sənə deyəcəm haq nədir, batil nədir. Sen özün başa düşmərsən. Tarixdə gəlib Əaruhu ruusəhum, nə gözəl term işlədib bax. Əaruhu ruusəhum bilirsiniz nə deməkdir? Ruus yəni insanın beyni, insanın fikir edici mərkəz insanın bədənində. Deyir, Muaviyə əaruhu, yəni arend götdü, icarə eləmişdi. Siz kimsiz fikir edəsiniz? Mən siz tərəfdən fikir edərəm. Əaruhu ruusəhum. Və bu insanlar da bunu allandılar. Ne zaman allandılar? O zaman ki Muaviye, bakın bu Kur'an ayesini tekrarlıram, dilimizin ezberi olsun. فَاسْتَخَفَّ قَوْمَهُ فَأَتَوْا. Bir tane numune diyeyim tarihinden daha. Eğer yorulmamışızsa bir selavat hediye eləyəsiniz. Amma bu sələvat məncə biraz da onların ki yuxusu gəlir, onlara laylay çaldı. Bir elə sələvat hədiyyə eləyəsiniz ki, həm yuxusiyələrin yuxusu qaça, həm də bəzilər yavaşdan danışırlar, səsi çatır burada mənə. İnşallah onlar da sakit dursun. Bir uca İmam Hüseyin bəyənən sələvat hədiyyə. Muaviye insanları alçadı bitir yoxlasın. Neynədir? Allah şahidi tarixdir, hədisidir. Çıxdı mənbər üstə, danışır, fitva verir. Dedi, kimsə bundan sonra balqabaq istəyir yesin, onu zib eləyəcək. Yoxlur da, deyir, mən bunları alçatmışam, görüm necədir, bunları həqiqətən inanıblar, yoxsa yox. Balqabaq yiyəndən əvvəl qibləyə, həqiqətən bunlar bizim gülməmiz gəlir, façdır bunlar. Heyvan kimin qibləyə tərəf bunu uzandır, başını kəsinlər. Elə oldu, gəldilər, Əmirul Mümininə sual verdilər, ya Əli, Muaviyə tərəfdən bir fitva gəlib. İndi insanlar balqabağı yiyəndən əvvəl zip elirlər. Gəldilər, Əmirul Mümininə sual verir, nə sualı? Həqiqətən biz gərək bunu zib eləyək. Baxın, bu faktdır. Əgər insanları istəyələr fikir edici əaruhu ruusəhum, beynini əlindən alsın. Buna inanıttırsın, sən kimsən biləsən, haq nədir, batil nədir. Muaviyə kimin insanlar? Firavun kimin insanlar? Hidayetin mərkəzi tanınır. Nə qədər Əhl-i Beyt cəhd elədilər insanları bu cahillikdən nəcat versilər. Ürəyin içində bir qan olar, o qan ürəkdən çıxsa deyirlər insan ölür. Ərəbdə ona muhəccə deyir. Ərbəin ziyarətindən nə oxuruq? وَبَّزَلَ مُحْجَتَهُ ف۪يكِ لِيَسْتَنْقَزَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ. Deyir, İmam Hüseyin geçti, canından geçti. Niye? İnsanları cahillikten çıxada. Əcəb, burada biz gerek bir sual verək. Nə olub? İnsanlar cahil yaşayırlar. Kim bunları cahil edib? Tarixi oxuyun. Bəni Ümeyyə nə işlər görmədilər bu insanları cahil saxlasınlar. İnsan ki cahil oldu. Bakın bir-birini bunları qoyaq bir-birinin yanına. Bir, dəfəətkum əmməqamikum. Siz Əhl-i Beyti olduğunuz məqamidən, mövqedən gətilər aşağıya. İki, La'anallahul mumahhidine lehum bittemkini min qitalikum. Zemin yarattılar ki bu proses
Gəlsin, sonu Aşura olsun. Bu prosesin neçə nümunəsini tarixidən dedik. Biri nə oldu? O şey ki biz fikr etmirik. Uşaq. Gəldi. O qədər pullar xərclədi uşaqları uşaqlıqdan Muaviyə fəziləti ilə böyüsün. Əmirul Müminin nə buyurur? Ruddul haccərə min heysu ca. Bir daş hər yerdən gəlib eyni yerə geri qaytarmalısınız. Biri gəlib məndən dalaşır. Mən daşı götürürəm, başqasına vuram. Ay qardaş, bu səndən dalaşırdı. Əmirul Müminin bir daş hardan gəlib? Eyni yerə geri qaytarmalısınız. Düşmən gəlib uşaqların üstündə nə qədər pul xəşi bunları əldə etsin. Biz uşaqları ancaq telefonla, sosial media ötürmüşük öz aləmində. Nə qədər insanları bu yolundan, uşaqlıqdan belə böyütdü. Nümunə deyim. Bu hədisi İmam-ı Bağır'dan məncə hamımız eşitmişik. Bəni Üməyyənin hökümdarlarının içində biri var. Ömər ibn Əbdüləziz. İmam Bağır nə buyurdu bunun haqqında? Buyurdu, Bəni Üməyyə cəhənnəmə gedəcək düzdür. Amma bunların içində ən yaxşısı budur. Niyə? Niyə yaxşı idi? Uzun rivayəti var. Mən qıssa olaraq bir hissəsini deyirəm. Küçədə oynurdum. Quran dərsim vardı meçiddə. Müəllim, ustad gələndən əvvəl uşaqda oynurdum. Deyim, müəllim gəldi mənim yanımdan keçəndə nəuzubillah, dilim lal olsun, adam bunları deyə də bilmir. Deyim, mən nəuzubillah, Əmirul Möminə lənət deyirdim. Ustad mənim yanımdan keçə-keçə eşitdi. Keçdim məçidə, mənlə onun dalı keçdim. Ustad namaz qıldı. Namazı bitti başladı. Ben gördüm, yox, nəsə bu narahat olub məndən. Durdum yanından, namaz bitti, dedim, ustad elə bil məndən narahatsan. Dedim, di görüm, sən niyə Əliyə o sözü dedin? Dedim, vallah bilmirəm, göz açandan deyiblə bunu, dedim, mən nə təkrarıram, nə bilirəm Əli kimdir, nə tanıram. Deyir, ustad başladı mənə Əmirul Mömininin fəzilətlərini dedi. Deyir, and içdim. Söz verdim ustada. Dedim, bundan sonra ki təkrarlamaram heç. Bir gün iş əlimli olsa, bu işin qarşısını alıram ki, kimsə Əliyə lən eləməsin. Sözün bilirsiniz hardan gəlir? Uşaq dilinin əzbəridir. Oynaya deyir. Bu bilmədən deyil, məqsəd yönlü şəkildə uşaqlar onu öyrəniblər. Biz də belə eləməliyik. Uşaq uşaqlıqdan sinəsindən döysün, İmam Hüseynin adını çağırsın. Zəhməti var, amma dəyəri var. Bu iş olub. O işlərdən ki gördüm, əssəsət əsasə zulm yetişik müməhhidin. Onlar ki zəmin yaratdılar. Baxıram, mənim vaxtım qutardı. Elə mən təzə mövzuya girirdim. Bir salavat hədiyyə eləyəsiniz. Hərdən mən 20 ildir xutbə edirəm. Salavat alça olanlar bilirəm ki, qutarıb vaxtımızda. Artıq danışmayayım. Gördüm da salavatı bir 5-6 nəfər bu qabaqda oturanlar dedilər. Əgər yorulmamışızsa bir uza salavat hədiyyə eləyəsiniz. İndi İmam Hüseyin əleyhisselam belə bir düşməndən mübarizə aparır. Ki rivayətdə belə buyurur. Elə iş gördüm. Fi yedil mutenessikin vel mutedeyyimin minhum. Deyir,
həqiqətən dindar insanlar, həqiqətən vacib, müstəhəb əməlləri, ibadətlərini yerinə yetirən insanlar. Bunlar Muaviyyənin etdiyi işlərə anlandılar. Necə anlandılar? Təyyəqqənu, yəqin elədilər bu. فَسَارَ الْحَقُّ فِي ذَلِكَ الزَّمَانِ عِنْدَهُمْ بَاطِلًا وَالْبَاطِلُ حَقًّا. Hakkı batıl gördüler, batılı hak gördüler. Yalanı düzgün gördüler, düz sözü yanlış gördüler. Dindar adamlar allandılar. El-mutenessikin, el-mutedeyyinin. Allandılar. Nice allandılar. Dikane, belə bu səbəbə allandılar. Kâne eşedden nas fi zalik. Bilirsiniz kimin çok büyük rolü oldu. Ki belə bir insanlar allansılar. Görüm ticaret eləyən insanlar səbəb oldular. Bazarda işləyənlər səbəb oldular. Deyir yox. Deyir ki o qədər minbərdə Muaviye'nin fəzilətləri deyildi. Fəəxəzən nas fir rivayat fi fəzaili Muaviye aləl minbər. Deyir, o qədər mənbərdə bu sözlərdən dedilər. O da gəlib din öyrənsin. Mən çıxmışam mənbərə. Deyir, əgər olmayaydı bu sözü mənə tay, nəuzubillah, İnsan ki çıkıp mənbərə danışır, onlar inanmazdı. Her şeyin rivayeti var. Likulli şeyin hileten. Her bir şeyin yolu var. Muaviye istir insanların dini düşüncesini değişsin. Gedib bazardakı ilə müqabilə bağlamaz ki. Kimdən bu işi örer? Dini insanlara çattıran kimdi? Diye gitti Bəni Ümeyyə içində. Şüreyh-i Qazi kimin insanları pulundan aldı. O qədər bu insanlardan pulundan aldı. Elə deyil ki biz deyək yalnız İmam Hüseyni məzlum qərib qoydu. İmam Həsən nə çəkdi bunların əlində? Mən heyf idi İmam Həsəndən bir rivayət deyim. İmam Həsən adı gələndə olmur demeyim. Çünki İmam Həsən çox məzlumdur. Elə iş gördü düşmən. Biz Şiə kimin bəzi zaman dilədə gətirməsək, ürəyimizdə nəsə var da elə bil İmam Hüseyin daha şücaətli idi. İmam Həsən məcbur oldu söyləsin. Biz Şiə kimin, yəni kimsə özünü yoxlasın, görürsən bir dəfə ürəyində keçib da, elə bil məsələn İmam Hüseyin biraz İmam Həsənə görə elə deyil. İmam Həsən Muaviye'nin işləri səbəb oldu. Bəzi zaman bizlər də elə başa düşmüşük. Siffin müharibəsindən sonra Əmirul Möminin bir məktub yazır İmam Həsənə. Deyir, oğul, Siffeyni'də savaşırdım, baxırdım, atanı da. Deyir, savaşırdım, baxırdım. Vəcəttu ki bəzi, bilirəm necə görürdüm savaşmağı. Kimsə İmam Həsənin şücaətində şübhəsi var, buna qulaq assın. Deyir, oğul, savaşırdım, mən də baxırdım. Vəcəttu ki bəzi, elə bil əlini aradan kirə bölüb, əlinin yarısı orada savaşır. Yox, yox, oğul. Sonra ayrı növ dedi. İlk önce dedi vəcəttu ki bəzi, sonra dedi yox oğul. Bəl vəcəttu ki kulli, elə bil əlinin özüydü savaşırdı. Biz ruhuna sələvat hədiyyə eləyək. Baxın, belə bir şücaətli imamı Muaviyə kimin insanlar elə elədilər ki, nəuzubillah dedilər ya muzilləl müminin.
Düşmən belə bir düşməndir. Haqqı batil, batili haqq. Mən olsun biraz roza az deyərəm. Qoyun bir dənə rivayət deyim, heyfidir. Rozanı inşallah zahir mükəmməl oxuyar. Mən biraz az deyərəm. Bu bir rivayəti də deyim. İmam Hüseyin əleyhisselam deyir, getdi həccə. Həccdən sonra kimsə əhl-i beyti tanırdı. Dedi, hamını yığın bir yerə. Dedi, hamını topladılar bir yerə. İmam Hüseyin başladı danışdı. Dedi, düşmən elə düşməndir. Əgər İmam Hüseynin sözlərini deyirəm, kimsə deyir, mənim bir vəzifəm nədir? İmam Hüseyin deyib, bax. Dedi, düşmən bir düşməndir. Enni əxafu ən yəndərisə hazəl haqq və yəzhəb. Dedi, qorxuram. Bu haqqı elə aradan aparırlar. Day, bu haqdan heç bir iz də tapa bilməyəsiniz. Dedi, düşmən belə düşmən. Siz nə etməlisiniz? Dedi, summərci'u ilə əmsarikum. İrci'u əmridir. Qayıdın. Kimsə hərə bir yerdəndir da. Ağa buyurdu, qayıdın öz yerizə. Hər şəhərdən, rayondan gəlibsiz. Fəd'uhum ilə ma tə'ləmun. Mən İmam Hüseyni tanımısınız. Gedin öz əqrəbaza, qohumlarınıza məni tanıtdırın. Kaş elə burada bəs oleydi. Sonda bir dənə də söz əlavə elədi. O sözü adam deyir, həqiqətən adam biraz bu sözə fikri deyir. Ürəyi ot götürüb, nə qədər ağa məzlumdur. Son məqal, bir dəfə demişdi ağa. Amma nəsə görür, bunlar ciddi yanaşmırlar, sözü almadılar. Başa düşmədi, nə etməlidir? Sommə, onu başa düşsəydi, işte bir də bunu deməzdi axı. Sommə, yəni elə bil nəsə, onlar da susluq gördü. Sommə, qal, dedi. Unşidukum billah, siz bilin Allah. At verdi. İmam Hüseyin əmr elədi gərək deyən baş üstə. Niyə gərək İmam Hüseyin görə mən o qədər susdan məni at versin? Sommə qal unşidukum billah, sizi at verirəm Allaha. İlla rəcə'tum və həddəstum. Siz bilin Allah, qayıdın, tanıdığınız adamlara danışın. Qoyun tanısınlar. Bilsinlər İmam Hüseyin kimdir. Bilsinlər. Mən bu dəfələrlə bunu demişəm, yenə təkrarlayıram. Uşağa ad seçirən biz müsəlmanıq, şiiyik. Elə adlar seçirlər, nə adıdır axı? Gəldi məclisdə İmam Kazım iştirak etmişdi, qızı olmuşdu. Dedi, Allah mənə bir qız uşağı verdi. Adını nə qoyubsan? Hümeyra. Dedi, nə adı qoyub? De, tez get dəyiş. İmam Musa ibn Cəfərin rivayətidir. Dedi, tez get adı dəyiş. İmam Hüseynə əzan saxlayırıq. Ağam buyurdu, Allah mənə 3 oğul verib, üçünün adını Əli qoymuşam. 100 oğul verseydi, 100'ünün adını Əli qoyardım. Bu uşaq sabah böyüyür. Bunu gəldi, dedi, ağa qız uşağım olub. Ağa buyurdu, adını nə qoyubsan? Dedi, Fatimə. Ağa buyurdu, İmam Sadiq. Buyurdu, Eza səmməytəha Fatimə. Dedi, indi ki qızın adını Fatimə qoyubsan, çox müqaid ola, uca səsindən danışmayasan. Gözləş vurmayasan qız uşağı.
İndi sən qızın adını qoy Fatimə. Bunu da biləsinə bildi. Ata, mənim adımı Fatimə qoyubsan, deyirsən İmam Sadıq belə deyir. Bu nədir? Başla danış biləsinə. Bu uşaq gör Fatıma Zəhranın eşqi ilə böyüyər, yoxsa yox. Ata, adımı Əli qoyubsan, Əli nədir? Başla Əmirul Möminindən danış. Xeybər müharibəsində 2 nəfər getdi, komandir kimin heç nə əldə etmədilər, gəldilər. Peyğəmbər buyurdu, sabah bayrağı el adamın əlinə verəcəm. Allahla Peyğəmbər davamlı onu sevir. Qalıbla kimin əlinə verəcək? Çağırdı, Ciuni bi Ali ibn Əbi Talib, Əlini gətirin bura. Bayrağı verdi Əmirul Möminin əlinə. Buyurdu, ya Əli, Xeybərdə gedərsən, bunlarından üzbə yandın deyilən Ənə Əli, dedi, uca səsindən deyilən adım Əlidir. Niyə? Buyurdu, innəhum yecidunə fi kitabihim ennəl-ləzi yudəmmiru aleyhum ismu İlya, dedi, bunların öz kitablarında gəlib ki, bunların evinin yıxanın adı Əlidir. Uşağın adını Əli qoy, sabah bu hədisi danış. İmam Hüseyin buyurdu, Unşidukum billah illa rəca'tum və həddəstum. Siz bilin, Allah gedin danışın. Hər hal sözüm bitdi. Bağışlayın, çox danışdım, qonaq idim, qonağı yola verdi Zevizabad. İmamın üçüdür, Kərbəlanın müsibətləri nə vaxtdan başlandı? İmam Zeynalabdin Kərbəlada yoxudu, vardı. Ağadan soruşurlar, qoy mən bunu deyim. Hara çətin oldu, əsirlikdən danışır. Amma qoyun bunu deyim. Ziyarət-i Nahi Müqəddəsədə İmam Zaman əleyhisselamidəndir. Orada ağam buyurur ki, gecə gündüz sənə ağlaram. İmam Hüseyin nə deyir? İmam Zamanın sözləridir. Göz yaşım qutarsa ləəbkiyənnə ləkə bədələt dumu-iddəma. Qan ağlaram. Deyirlər bir alim, aləmi mənada sual verdi, ağacan, bu hansı müsibətdir buyurmuşuz, qan ağlaram. Əli Əkbərin müsibətidir. Dedi, Əli Əkbər özü olsaydı da qan ağlardı. Əli Əkbər müsibəti böyük bir müsibətdir. Bir müsibət ki, İmam Hüseyin 7 addım qalanla dizlərinin taqəti qalmadı, sürünə gəldi. Deməcindən deyil. Çox böyük bir müsibətdir. Amma dedi, Əli Əkbər olsaydı da qan ağlardı. Əbəlfəzl ağanın müsibətidir. O qeyrətli ağa. Dedi, Əbəlfəzl olsaydı da qan ağlardı. İmam Hüseyin müsibətidir. Yox, nədir ağa? Dedi, xanım Zeynəbin əsir olma müsibətidir. Mən gələndə bu çölə gəlmiş idim yavər ilə. Gedirəm indi şimri sitəm pərvərilə. Əli Əkbərindən gələn xanım şimrindən gedir. Qoyun, getməsindən biraz danışım, görüm, ləyaqətim olacaq bir sizə rozə deyim. Amma siz bir Allah, bir xahiş edirəm. Ağlayırsınızsa, niyyət elin inşallah, bəlkə bugün Ərbəin ziyarətini aldınız, bax. Belə bir niyyət eləyin. İndi Kərbəlanı aparırlar, bu yandan baxır düşmənə. Düşmənin qavmə çatıb, hər əldə bir baş var Hüseyin. Qoyun, mən bu şeirin davamını deyəndən əvvəl bir dənə ayrı hadisəyə işarə edeyim, gəlin bu şeirin davamını deyim. Şam-ı Qəriban gecəsi hamını yığıblar bir yan xeyməyə.
Biri ağlır babasını istəyir, biri əmisindən oxuyur, biri... Gördülər, bu yanıq xeymənin küncündə bir həyalı xanım belə yavaşdan yana-yana ağlayır. Kimdi? Rubam idi. Suyun yolu açılıb, anadır da, anadır, danışır. Oğul, deyə bilsəydin öz dərdim bu qədri ağlamazdım mən. Oğul, dilin olmadı dərdin deyə. Oğul, bilirəm məni nə yandırır, əlimdə çarəm olsaydı əlivə bağlamazdım mən. Amma yavaşdan ağlayır. Belə zəbanı halıdır da, dillə birdən balaca uşaqların biri gəldi. Əmmə dili turabidə zülməli qohər axtarır. Neyzələrin vurur yerə, əskəri ləşkər axtarır. İstəyirlə bütün başları neyzəyə vursunlar. Əskəri harda dəfn eləyib, bəlkə onunla başını çıxartdıq. İndi baxıb, Məhərrəmin 11-idir da, düşmənin kamə çatıb, hər əldə bir baş var Hüseyin. Mən bilmirəm, Əli Əskərin başında vurdular, neyzəyə vurmadılar. Xanım Rubab nə gördü, mən bilmirəm. Düşmənin kamə çatıb, hər əldə bir baş var Hüseyin. Bilməz idim Kərbəlada, bir belə daş var Hüseyin. Nəsə vidalaşırlar da, İlahi nə çətin oldu. Bacısı Zeynəb istirgədə o çuxur yerdə qardaşını tapsın. Aşuranın günü İmam Hüseyin qoymadı da, gəlmə Zeynəb can, Hüseynin can verir. Qanunə qandan Hüseynin can verir. İndi getir qardaşı ilə vidalaşsın. Allah hardan tapım qardaşı? Daşlar altında, qılıçlar altında, neyzələr altında. Birdən gördü bir səs gəlir. O xəyyə, İləyyə, bacı Zeynəb, buradayam, gəl. Gəldi bu daşları, qılıçları, neyzələri vurdu kənara, bir söz dedi. Bilirsiniz nə dedi? Bir baxdı o başsız bədənə. Bir baxdı o doğralınmış bədənə. Dedi, bacı qardaşı tanır, gər ola salim bədəni. Bacın ölsün, tanıyım hansı əlamətlə səni. Nə başın var bədənində, nə əlin əldə sənin. Bundan böyük müsibət bilirsiniz nədir? Bax, qutardı zəhmətim, mən təhvil verirəm Hacı Zahir inşallah rozəni deyəcək. Baxın, bir gün geçməyib ha, bir gündən azdır. Vida rozəsini eşidibsiz da, İmam Hüseyin gəldi, körpə qızların biri gəldi, at Zülcənahın ayaqlarını qucaqladı. İmam Hüseyini atdan düşüzdürdü yerə. Ata, başıma bir əl çək, bilirəm yətim oldu. Qız uşağı atanın ətrini hiss edib atanı tapar. Birdən bu qız gördü, bibisi Zeynəb dedi, Bibican, haza nəşu mən. Dedi, de görün bu kimin cənazəsidir. Allah nə iş görüblə, qız bir günün ərzində atanı tanıya bilmədi. Çox böyük müsibətdir ha. Bir qız atanı bir günün ərzində tanımıyor. Bilirsiniz niyə tanımadı? Xanım Zeynəb üzünü dolandırdı Mədinəyə. Ya cəddah, ya Rasulallah, haza Hüseynükə mürəmməlun biddima. Bu sənin qana boyanmış Hüseynindir. Müqəttəul əza, bu sənin doğranmış Hüseynindir. Və la'natullahi aləl qavmiz zalimin və seya'ləmullezine zələmu əyyəmun qələbin yənqəlibun.